Azərbaycanı UEFA Çempionlar Liqasında layiqincə təmsil edən Qarabağın ulduzu Toral Bayramov son günlər Almaniya nəhəngi Borussia Dortmundun radarına düşüb. Sosial mediada və idman saytlarında yayılan xəbərlərdə Toralın Almaniyaya keçəcəyi iddiaları gündəmə gəlib. Buna görə də Fanat.az olaraq məsələyə aydınlıq gətirmək üçün Qarabağın baş direktoru Əmrah Çəliklə əlaqə saxladıq. Onun açıqlaması belə oldu. Məndə belə bir məlumat yoxdur. Bəlkə menecerlər maraqlanıblar. Amma Borussia Dortmund bizə nə rəsmi təklif göndərib, nə də şifahi şəkildə müraciət edib. Toralın Qarabağla müqabiləsi var. Başqa sözlə, rəsmi mənbələrə görə hazırda transfer real deyil. Toral klub ilə müqabiləsini davam etdirir və hazırda Çempionlar Liqasında Qarabağın uğurları üçün çalışır. Qeyd edək ki, Qarabağ Çeylədəki növbəti maçını öz meydanında Ajaxa qarşı keçirəcək. Dekabrın 10-u saat 21:45-də start fiti səslənəcək. Bu maçda Toralın performansı izləyicilər üçün maraqlı olacaq. Sizcə, Toral Bayramov gələcəkdə Avropaya transfer olunmalıdır, yoxsa Qarabağda qalmalıdır? Şərhlərdə fikirlərinizi yazın. Əgər futbol xəbərlərini ilk bilmək istəyirsinizsə, kanalımıza abunə olun və zəng işarəsini aktiv edin.